Çəkləndiyi, gözəlləşdiyi gün, baharın gəlişinin müjdəsi, Novruz bayramı. Əsasən qədim İran mədəniyyətindən yaranmış və türk mənşəli xalqlar arasında da paylaşılmış bayramdır. Novruz, İranın yeni il bayramı kimi tanınır. Nəinki İranın, bütün Asiya dövlətlərində bu yeni il bayramı kimi qeyd olunur. Və bu bayram Şimal yarımkürəsində astronomik yazın başlanğıcı, yəni gecə-gündüzün bərabərliyi günü kimi qeyd etməklə baharın gəlişini simvolizə edir. Qədim zamanlardan etibarən Azərbaycan, İran, Əfqanistan, Tacikistan, Özbəkistan və digər şərq ölkələrində Novruz bayramı yazın canlanması, təbiətin yenilənməsi münasibətilə böyük şənliklərdə qeyd olunub. Xüsusilə də martın 21-i Asiya dövlətlərində rəsmi təqvimin ilk günü olaraq tanınmışdır. Biz də bugün Novruz bayramını qeyd etmək üçün kiçik bir tədbir hazırlamışıq. Yəni Azərbaycan Dövlət Respublikasının himni ilə tədbirimizi açıq edirik. ilə çıxış edir 5-ci sinif şagirdləri Tamayeva Maya və Abbasi Rüqayyə. Yandırmışıq biz şamı, tonqallar alışıbdır, sevincimiz daşıbdır. Gəlin uşaqlar, papak atır, qataklar, hər yerdə aş təmalır, şənlik göyə uzalır. Bayramınız mübarək. 5-ci sinif şagirdləri Maya və Rüqayyənin ifasında.
təsəvvür etmək olmaz. Elə buna görə də indi 8-ci və 7-ci sinif şagirdlərinin ifasında gəlin Haçlıya qulaq asın. Səhər yox, nahar oldu. Qışın əhdini kəsən. Çiçəkli bahar oldu. Beldə açdım qəməni, açdım. Suladım bax təməni, açdım. Novruzun nişanəsi, açda, səmənidir səməni, açda. Adı qodu oldu, bir adı qodu oldu. Novruzda çərşənbəni, odu oldu. Bizim bülbüləm mən, boy atmış sümbüləm mən. Çərşənbələr içində, üçüncüyəm güləm mən. Mən aşıqəm deyərlər, badam püstə yeyərlər. Novruz günü adamlar təzə paltar geyərlər. Gözəldir rəqsizliyə, pərdəm rəqsi. Çıxış edirlər 6D sinif şagirdi Məmmədova Gülay və 4Ə sinif şagirdi Məmmədov Elmar. Dağ başında kuzu var, ahı kimi gözü var. Dağ başında kuzu var, ahı kimi gözü var. Kız olanı severse kimi ona sözü var. Kız olanı severse kimi ona sözü var. Yaman Feridem, güzel kızsan Feridem. Feridem ay Feridem, güzel kızsan Feridem. Bakmısa biri de bak benim güzel Feridem. Bir bakmısa biri de bak benim güzel Feridem. Ay benim güzel yanım, sana çok mu yalvarım? Ay benim güzel yanım, sana çok mu yalvarım? Bir bakmısa biri de bak benim güzel Feridem. Bir bakmısa biri de bak benim güzel Feridem. Ramazan, bakırım Ramazan. Ramazan, gencem Ramazan. Sen de yardan yaramazan benim güzel Feridem. Sen de yardan yaramazan benim güzel Feridem. Feridem, Feridem, güzel insan Feridem. Feridem, ay Feridem, güzel insan Feridem. Bakmısan biri de bak benim güzel Feridem. Bakmısan biri de bak benim güzel Feridem. Ay benim güzel yarım, sana çok mu yalvarım? Ay benim güzel yarım, sana çok mu yalvarım? Bir bakmısan biri de bak benim güzel Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Severse kimi ona sözü var. Kız olanı severse kimi ona sözü var. Feridem ay Feridem, güzel kızsan Feridem. Feridem ay Feridem, güzel kızsan Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Bir bakmısan birine bak benim güzel Feridem. Bir bakmısan birine bak benim güzel Feridem. Bir bakmısan birine bak benim güzel Feridem.
şagirdləri bu bayram günündə təbrik etmək istəyir. Alqışlarınızla şagirdləri səhnəyə dəvət edirik. Start of spring, start of new year. Novruz celebration is one of the most interesting events in our country. Natural starts a week in Novruz. Novruz is a time of happiness, friendship, new beginning. Traditionally, Azerbaijan starts of old year, new beginning. Çarşamba the first of the year leading up to Novruz. Çarşamba is the second Çarşamba before Novruz. It is about fire, which means warmth, light, and cleaning. People sings fire takes away bad things and gives new energy. Yay Çarşambası is one of the four pre-Novruz Tuesdays celebrated in Azerbaijan, marking the arrival of spring. It is the third Çarşamba before Novruz. Çarşamba is the first and pre-Novruz Tuesday. Çarşamba is the pre-Novruz Tuesday celebrated in Azerbaijan. It is considered the most important of the four. Novruz in Azerbaijan is full of ceremonies and traditions. On the first day of the new year, it is a tradition to rise early in the morning. Everyone puts on new clothes. Nobody works on this day. Bonfire are made in the streets. Everyone in the family should jump over the burning fire, saying a special spell. Give me your redness, I take my yellowness. The fact is the footnote by water. In the evening, children put heads under the neighbors' doors and hide, waiting for the sweets. Eggs and the candles should also be on the table. The candles is the symbol of the fire and the light. The mirror is the symbol of the happiness. Decorated with sweet nuts, candles, and also treat is a special part of Novruz table. Each of the sweets has a meaning. Paklava represents the four part of Novruz. Is the traditions of growing samani. Samani is a symbol of Novruz. It is grown from wheat seeds in advance to have it ready on the table. Samani means fullness and purity. It is also present as gifts to neighbors and relatives while visiting them during the celebration. Saying Keçel fighting, all are laughing. Everyone wears new clothes. Samani decorates our houses. The trees are blooming soft and white, dressed in petals pure and white. Novruz is coming to our house. How is the earth? There is no better than this holiday. The nature flower holiday. We taste the eggs. What happens next? Sinif şagirdlərinin ifasında gözəl bir flashmoba tamaşa edin.
ifa edir. 8-ci sinif şagirdi Hüseynov Əlif. Sinif 5-ci sinif şagirdi Həsənov Raulun qarmonu ifasına qulaq asaq. İndi isə yenə bir gözəl rəqsə gəlin tamaşa edək. Çıxış edir 5-5 sinif şagirdləri Pəri rəqsi. Samarqandın gözəli başında dop bezarı Samarqandın gözəli başında dop bezarı Soladı mənə nazar canıma bir nazar Soladı mənə nazar canıma bir nazar Pari 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 Tegimasın 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 nazar Zahir Production. Mu kurban güzel Rabose ba güzel Güler mu kurban güzel Rabose ba güzel Soladı mənə nazar 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 Soladı mənə nazar 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 Kuşlar eylədi Yazar eylədi Kuşlar eylədi Yazar eylədi Saçınızı mahvedi Boynuma dor eylədi Saçınızı mahvedi Boynuma dor eylədi Pari 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 Tegimasın nazar 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 Geler mu kurban güzel
nazar, nazar, nazar. Yakma orman, şakaman zalman. Yakma orman, şakaman zalman. Karanlık gecelerde yanyan çırağımın. Karanlık gecelerde yanyan çırağımın. Bari bari bari, değmesin nazar. Bari bari bari, değmesin nazar. Bari bari bari, oh değmesin nazar. Bari bari bari, değmesin nazar. Kenar mı bir bal güzel, kenar bazı bal güzel. Kenar mı bir bal güzel, kenar bazı bal güzel. Sarar mı neye nazar, 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 nazar. Sarar mı neye nazar, 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 nazar. Gəlin 8-ci sinif şagirdlərin ifasında səməni rəqsini izləyək. Şagirləri pulun var rəqsi ilə. Arın sevgiyle söylesin, koy hanımım de yaparım sevgiyle söylesin. Seni de cemmen alaram, Mehmet Bey olaram. Seni de cemmen alaram, Mehmet Bey olaram. Var var, var var. Diren gelersen, dile dile canımsan.
Oğlumun pulu çok olsun, derdi gel yapamaz. Oğlumun pulu çok olsun, derdi gel yapamaz. Var var. Pulun var, Var. pulun var senene. Giderek gelersen. Beni canımsa, Bile bile canımsan. Kanımı de yaparım, sevgiler söylesin. Koy kanımı de yaparım, sevgiler söylesin. Seni de senden alaram, ben de bir bey olaram. Seni de senden alaram, ben de bir bey olaram. Var, var. Var, var. pulun var senene. Giren gelersen, Beni canımsa. ah bile bile canımsın. Değerli konuklar, değerli müəllimlər, değerli şagirdlər, hər birinizi salamlayıram. Bugün burada değerli qonağımız da var, Şəhid Nizam Qasımov anası. Dərman xanım, xoş gəlmişsiniz. Bayram münasibəti ilə ilk başta sizləri, daha sonra bütün komandanı, kollektivi təbrik edirəm. Sizlərə can sağlıqlar buyuram. Bayaq da aparıcının kızımızın dediği gibi, Novruz gözəllikdir. Novruz qədim adət, ənənələri özündə simvolizə edən bayramdır. Novruz bizim tariximizdir. Milli mənəvi dəyərlərimizdir. Ümumiyyətlə, bayaq müəllimə ilə danışırıq. Deyirəm, Azərbaycan mədəniyyəti, tam milli mətbəti, onun incə sənəti, onun qədimliyi, zənginliyi, torpağının zənginliyi çok güzeldir. Eləcə də xalqının mənəviyyatı çok güzeldir. Novruz onlardan yani təmsil edən bir bayramdır. Geçmişten bugüne atalarımızdan, babalarımızdan bize kalan bir xəzinədir. Biz çalışaq ki, bugündən sonra da Novruzun belə, bax, bayaq yıxaq ştatını, yumurtan döyüşdürməkdir, ondan qalamaqdır, onun üstündən atlanmaqdır, qapı qısmaqdır, diğer kızların su başına çıkması, fala bakması, bütün bu adət-ənənələrimizi biz gərək ki, yeni nəslə, qabaqki gənclərə çatdıraq. Əziz balalar, körpə gülücüdanlar, təşəkkür edirəm. Çıxışlarınız üçün hər birinizi alqışlayıram. Təşkilatınız üçün adətləriniz, sizə təşəkkür edirəm. Bayramınız mübarək. Bir də sonda Ulu Öndərin dediği sözü hatırlatmaq istəyirəm hər birinizə. Yadınızdadırsa, hələ 10 illər, 20 illər bundan əvvəl Ulu Öndər hər zaman Novruz bayramında bir arzu duyuyor. Bugün o gün olsun, Tonqal, Novruz bayramı, Qarabağda, Şuşada biz Novruzu orada qeyd edək, Tonqalımız orada qalasın. Bugün çox bəxtəfərik, çox xoşbəxtdik ki, Çərşənbə Tonqalımız hal-hazırda Şuşada qalanır. Təbrik edirəm. Bayramınız bir daha mübarək olsun və mən o arzunun davamını getirmək istəyirəm. Ulu Öndər elə dedi, Cənab Prezidentimiz çatdı. Bugün Cənab Prezidentimiz arzuluyur ki, biz növbəti gələn ildəki Tonqalımızı Zəngəzurda, Göyçə mahalında, Qərbi Azərbaycanda qeyd edirik. Bayramınız mübarək. Təşəkkürümüzü bildiririk. İndi isə çıxış üçün söz verilir Uşaq Yaradıcılıq Şöbəsinin müdürü Ellada xanıma. Bizlər 5-2 sinif şagirdlərindir. Ağızda kopi çamal kodan,
میشم آناتالی ادک نکردم بیاد سازو میشه آناتالی هنی نانی نینا تانی نانی نینا هنی نانی نینا تانی نانی نینا Como como bisigisa etamo beş bisigisa Ali vasıya gita namaz beni boşuna hani nani nina tani nani nina hani nani nina tani nani nina eğer zeden çıkara olsun abi düşmeli canım Gəlin 6-4 sinif şagirdlərinin Novruz bayramı haqqında hazırladığı kiçik bir səhnəyə tamaşa edin. Əsas gəlir, bir əlində xocası açıb gəlir, yaz gəlir, bülbülə avaz gəlir, Novruz gəlir, yaz gəlir. Nə bişirirsən? Şeker bura, paklava. Nə üçün? Novruz bayramına hazırlık görürəm. Yəqin adətdəndir. Bəli, qızım adətdəndir. Biraz bunlardan danışa bilərsən? Novruzun çoxlu maraqlı gözəl adətləri var. Bunlardan bəziləri də papaq atmaq, qapı tutmaq, tonqal yandırmaq. Nənə, qapı tutmaq nə deməkdir? Qapı tutmaq o deməkdir ki, cavan qızlar arzu tuturlar və qapı tuturlar. Əgər xoş şeylər eşidirlərsə, ürəklərindəki arzu çin olur. Nə yaxşı? Soyuq qorxub qaçıbdır. Lərdə bağlarda Novruz gülü açıbdır. Bahar qızı naz eder, iş eder, naz eder. Tətildə siz dəyməyin, çöllü pərvaz eder. Dayavanda ben oldu. Çöp damağı şen oldu. Novruz bayramı geldi. Gündüz tan oldu. Ben aşık ahar oldu. Seher yok nahar oldu. Kışın əhdini kesen, çiçekli bahar oldu. Əzizim bülbüləm mən. Bülbüləm, çiçekli bülbüləm mən. Çərşənbələr içində, ikinciyəm güləndə. Ben aşıqam bizlərdən, qara gözlər sizlərdən. Novruzun çiçəklindən, yedi beynət günlərdən. At çəkdim pilavla, balıq tuttum pilavla. Pilavla.
şimdi. Aa, papaq atıblar. Gəlin bu papağı doldurar. Nənə, papaq atmaq nə deməkdir? Papaq atmaq odur ki, uşaqlar bəzi qapılara papaq atırlar və o papaqların içinə fındır, şəkər, yapaqlar və şiryatlar qoyulur. Papağı boş qaytarmaq olmaz. Gəlin bu papağı dolduraq. Aa, gərək keçə papaq apardın. Aa, yaxşı fikirdir. Gələn səfər neçə papaq aparır. Gedək yemək bunları. Milli rəqsimiz olan yalı rəqsini oynamağa dəvət edirik. Hər kəs səhnədə görmək istəyir.